Digər annotasiya JUnit-də olacaq before all və after all. Bu o deməkdir ki, bütün bu testlərimdən əvvəl, bütün deyəndə hal-hazırda mənim cəmi bir testim var. Bütün testlərindən əvvəl, hətta before və after metodundan əvvəl də hansısa bir metod işə düşəcək və o metod bir dəfə işə düşəcək. Əgər before-la bu after burada göstərilən hər testdən əvvəl və hər testdən sonra olurdusa, before all və after all yalnız bir dəfə bütün testlərdən əvvəl, after all isə yalnız bir dəfə bütün testlərdən sonra işə düşəcək. Məsələn, biz hal-hazırda bunu harda istifadə edə bilərik? Biz terminalda mesaj verə bilərik ki, hansısa bir klassın testlərinin işə düşməsi başlanır və sonda da deyə bilərik ki, həmin o testlərin işə düşməsi bitdi. Bunun üçün gəlin biz public void setupdan əvvəl yeni bir metod yaradacağıq və before all metoduna biz initialize verə bilərik adını və yaxud da setup all deyə bilərik, setup all. Amma gəlin buna belə bir ad verək. Və əslində biz burada public-i verməsək də olar. Bütün metodlarımızdan public-i silə də bilərik. Sadəcə artıq verilişdir. Amma biz metodumuza statik verə bilərik. Çünki before all və after all metodları yalnız bir dəfə işə düşəcək və heç bir başqa metoddan, obyektdən asılı deyil. Mən burada sadəcə before all annotasiyasını verməliyəm. Hal-hazırda biz JUnit-in 4-cü versiyasından istifadə etdiyimizə görə before all metodu bura gəlmir. JUnit-in 4-cü versiyasında before all-un analoji metodu before class-dır. Biz belə istifadə edə bilərik. Amma 5-ci versiyasında artıq before all gedir. Gəlin baxaq niyə burada qırmızı verdi. Və bizdən public açar sözünü istəyir. Gəlin yazaq. Deməli, Home.xml-də bizim JUnit-imiz 4-cü versiyadadır. Gəlin baxaq görə 5-ci versiyamız varmı, yoxsa yox. Və mavenrepository.com saytına keçərək JUnit yazırsız axtarış yerində JUnit-ə daxil olduğumuz zaman görürük ki, ən sonuncu versiya 4.13.2-dir və burada belə bir mesaj var ki, this artifact was moved to bura. Yəni, verilmiş bu artifakt, bu komponent JUnit framework-u artıq transfer olunub JUnit üzr istəyirəm Jupyter API bölməsinə və buradan biz yükləyə bilərik. Gəlin baxaq. Org JUnit. Axtarış yerinə JUnit yazdığınızda gəlməlidir. JUnit API-yə daxil olursunuz. Və gəlin burada 5.11.0 olanı öz deməli proyektimizə yükləyək. Burada verilmiş JUnit dependency-ni biz artıq əvəz edə bilərik. Gəlin əvəzləyək. Update edək, yeniləyək. Yüklənməyini gözləyək. Və qayıdırıq öz klassımıza. Artıq before class və before metodu hər ikisi bizdə qırmızı rənglə göstərilir. Ona görə də biz before-u before all-la əvəz edə bilərik. Burada verilmiş before isə biz before each ilə əvəz edirik. Təbii ki, after-ı da after each ilə əvəz etməliyik. Və assert-ü də burada düzəltmək lazımdır. Gəlin baxaq bizdə assert hardan gəlir? Buraya gəlirsiniz. Kontrolu basıb saxlayıb space boşluq düyməsinə tıkladığımızda bizə metodlar gəlir və gəlin buradan assert-ü tapaq. Assertions.assert true və bunu buradan kopyalayıb biz assert-lərimizi yeniləyə bilərik. Həmçinin testi də yeniləməliyik. Kontrol düyməsinə basıb saxlayıb boşluğa basırsınız və testi JUnit Jupyter-dən import etmək lazımdır. Bunu buradan silə bilərik. Aha. Deməli, before all yaratdıq və sadəcə belə bir mesaj verə bilərik ki, deyək ki, bizim klassımızın adı nədir? Heroku. Heroku testlər. Heroku tests start. Və after all bir daha təkrar edirəm. JUnit'in 4-cü versiyasında after class və before class'dır. İçlər isə sadəcə before after'dır. Amma 5-ci versiyada after each, before all və after all metodlarımız var. Bura isə public static void here down all verə bilərik. Və sadəcə system out print edəndə deyirəm ki, gəlin yuxarıda da testlərimizi run edirik.
və bizə error verir. Deyir ki, package JUnit yoxdur. Çünki C1-də də biz assert'i və testi JUnitdən gətirmişdik. Bunu buradan silib yeniləməliyik. Artıq Jupyter JUnitdən gəlməlidir və buradan da assertions. Bir daha qaydırıq. Və yenə də məndə o birisi monitorda açıldı. Testimiz açıldı və bağlandı. Fikir versəz, Heroku test have been started. Bütün metodlardan əvvəl bu işə düşdü, sonra testlərimiz başladı və sonda Heroku test have been finished. Davam edirik JUnit-lə. Yeni bir test metodu yaradacağıq burada. İkinci testimiz olacaq. Və adını qoyuram public void parametrləşmiş test adını qoyuram. Səbəbini izah edəcəm, nəyə görə belə verirəm. Deyək ki, mən bu testimin içində sadəcə istəyirəm ki, mənim testim bir dəfə Google-un saytına keçsin, bir dəfə də deyə Amazon saytına keçsin və yaxud da Heroku app'ın saytına keçsin. Əgər mən belə bir test yazmaq istəyirəmsə, deməli test bir dəfə ora, bir dəfə bura getsin, amma təkrar şeylər olmalıdır. Məsələn, nəyi demək istəyirəm? Deyirəm ki, driver.get və bir dəfə yazıram ki, burada https://google.com və deyirəm ki, driver.getTitle. Eyni şeyi mən Amazon üçün də etmək istəyirəm. Bunun üçün mənim bir neçə yolum var. Birinci yolum odur ki, mən bunu belə kopyalayıb, yeni bir test yaradıb, burada Google-un yerinə, təbii ki, burada dəyişməliyəm adını, Google-un yerinə Amazon yazmalıyam. Bu oldu mənim birinci yolum, amma biz bunu etməyəcəyik. İkinci yolum odur ki, mən metodun içində, yəni testimin içində bunu kopyalayıb ikinci dəfə yapışdırıram. Amma burada da təkrarlanma baş verir. Biz dry prinsipinə riayət etməliyik, prinsipinə. Gəlin kommentdə yazım, dry. Nə deməkdir dry? İngilis dilində quru sözü yox, əksinə don't repeat yourself deməkdir. Özünü təkrar etmə. Kod yazdığınızda çalışmalısınız ki, öz kodunuzda özünüzü təkrar etməyəsiniz. Mənim bu skopumda, əhatə dairəmdə, metodumun içində bu hissə 2 dəfə təkrarlanır. Mən isə bunu etmək istəmirəm. Mən istəyirəm ki, bir dəfə bunu yazım, amma mənim testim həm Google-a keçsin, onun title'ını götürsün, həm də Amazona keçsin, 2 dəfə Google yazmışam, həm də Amazona keçsin, onun title'ını götürsün. Və yaxud da yoxlasın ki, test etsin, yoxlasın ki, bu sayta keçdiyimdə saytın URL-i google.com-dur, yoxsa yox. Bunun üçün mən parameterized testdən istifadə etməliyim. Yəni, parametrləşmiş testlərdən istifadə etməliyim. Bunun üçün mən test annotasiyasının üzərində yenə @ yazıb parameterized test sözünü yazmalıyam və aşağıdakı test sözünü silməliyəm. Gəlin baxaq. Tapmadı. Gəlin importdan yoxlayaq görə import etsək belə tapacaq. Params'ı tapmadı. Params'ı tapmaq üçün biz params dependency-ni də yükləməliyik. Bunun üçün daxil olursunuz JUnit Jupyter params yazırsınız. Təbii ki, arasında ortadan xətt olmalıdır. Gəlin belə yaxınlaşdırım. Və birinciyə daxil olursunuz. Burada biz yenə də 5.11.0 versiyasına daxil olub kopyalayırıq. Gəlirik proyektimizə və POM XML dependency-ni əlavə edirik. Update edirik. Yüklənməni gözlədik. Daxil oluruq Herokuya və params burada düzəlməlidir. Gəlin baxaq niyə düzəlmədi. Deməli, bu problemi aradan qaldırmaq üçün mən nə etdim? Təbii ki, videomu pauzaya qoydum. Daxil olursunuz burada Maven bölməsinə və tapırsınız. Sizdə belə olacaq ilk öncə. Buradan Selenium açırsınız. Daha sonra Dependencies. Daha sonra JUnit Jupyter Params. Və burada sağ düyməni basıb Download Sources düyməsinə tıklayırsınız ki, bir daha yenidən yükləsin. Daha sonra Update düyməsinə basa bilərsiniz. Reload. Sonra bağlayırıq. Daxil oluruq Herokuya və parameterized test annotasiyasını biz import edirik. Kontrol basıb saxlayıb space düyməsinə basaraq import edə bilərsiniz və yaxud da burada göstərilmiş sətri özünüz yaza bilərsiniz. Davam edirik. Hal-hazırda metodumuzun altında qırmızı xətt var. Ona görədir ki, bizim burada məqsədimiz nə idi? Bir sətri yazacağam, bir dəfə yazacağam, amma mənim testim fərqli saytlara keçməlidir. Fərqli saytlara keçmək üçün mən testimə datanı təqdim etməliyəm. Bu təqdim etmək adlanacaq provide, ingilis dilində provide adlanır. Və mən artıq
get metodunun içində URL-ləri verməyəcəm. Bunun üçün həmin o datanı provide etməliyəm. @ işarəsi qoyub value source annotasiyasından istifadə edəcəm. Value source. Və bunun üçün də mötərizəni açıram. Deyirəm ki, strings bərabərdir. Mötərizəni açıram, curly brace açıram. İzah edəcəm nəyə görə belə yazırıq. Və birinci saytım olacaq https://google.com vergül dırnaq açıram. İkinci saytım olacaq https://amazon.com. Burada tuşlarımı yığışdırıram və mənim parametrize testim, bu metodum arqument əldə etməlidir. Metod arqument əldə etməlidir, parametr qəbul etməlidir. Və burada demişəm ki, stringlərim bərabər olacaq buna. Bir ədəd stringim var. Ona görə də mən burada metod olaraq string URL verəcəm. Və driver.getdə deyəcəm ki, URL. Nə baş verəcək? Testim bir dəfə google.com-a keçəcək, bir dəfə də amazon.com-a keçəcək. Gəlin testimizi run edək. Məndə o birisi monitorda asılacaq. Əvvəlcə təbii ki, bizdə nə asılacaq? Heroku app asılacaq. Daha sonra Google, daha sonra isə Amazon asılır. Çox tez baş verir, ona görə mən çatdıra bilmirəm. Bu monitora gətirim, siz görəsiz. Amma inanıram ki, siz də gördünüz ki, sizdə asılmış browser, test browseri bir dəfə Google'un saytına keçdi, bir dəfə də Amazon saytına keçdi və bağladı. Təbii ki, biz burada heç bir məntiq yazmamışıq. Get title etmişik və nə? Bu get title return edib, amma heç bir variable save etməmişik, yaddaşa yazmamışıq və heç bir əməliyyat etməmişik. Məqsəd sadəcə burada parametrləşmiş test yazmaq və hər hansısa bir datanı təqdim etməkdir JUnit üçün.